2020-ci il 28 sentyabr. Şanlı müharibənin ikinci günü. İlk gündən olduğu kimi cəbhədən zəfər xəbərləri gəlməyə davam edirdi. Həmin gün gecə saat 1 radələrində Müdafiə Nazirliyi tərəfindən təmas xəttinin müxtəlif istiqamətlərində ordumuzun dəqiq zərbələri nəticəsində erməni hərbi texnikasının məhv edildiyini əks etdirən video yayımlandı. Səhər saat 9:30 radələrində isə Tərtərin Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğaldan azad olundu. Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edildi. Prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə qismən səfərbərliyi elan edildi. Azərbaycan silahlı qüvvələrinin, döyüşlərin aparılmasında, eyni zamanda onun taktikasında, ümumi strateji hədəflərə yönləndirilməsi və bu mərhələli şəkildə tez-tez olaraq yer dəyişmə prosesinin baş verməsi əlbəttə ki, Azərbaycan ordusunun hazırlığının və eyni zamanda Azərbaycan ordusunun tətbiq elədiyi döyüşün digərlərindən ciddi şəkildə fərqləndiyini bizə göstərdi. Acı məğlubiyyətlə barışmaq istəməyən düşmən hiyləyə, vəhşiliyə əl atdı. Əhalinin sıx yaşadığı əraziləri, Ağdam rayonunun bir neçə kəndini, Tərtər şəhərini və rayonun kəndlərini, eləcə də Cocuq-Mərcanlı kəndini raket atəşinə tutdu. Mülki sakinlər arasında ölən və xəsarət alanlar oldu. Tərtərə edilən raket hücumu nəticəsində bir nəfər həlak oldu, 3 nəfər yaralandı. Baş prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində 2 nəfərin həlak olması və 2 nəfərin yaralanması barədə məlumat yaydı. Bütün bunlar xalqın mübarizlik əzmini qıra bilmədi. 2 gün ərzində artıq Azərbaycan ordusu bir çox işğal edilən kəndi, strateji yüksəkliyi və yaşayış məntəqələrini düşmən tapdağından azad etmişdi. Qarabağın işğaldan azadlığı faktiki olaraq böyük təsirlər bizim həm şuurumuza, həm geosiyasi durumumuza, həm xaricdə olan nüfuzumuza uğurlar gətirən bir reallıqdır. İlk günlərdən döyüşlərdə qazandığımız üstünlük əsgər və zabitlərimizi daha da cəsarətləndirdi. Artıq hər kəsdə haqqın qələbə çalacağına əminlik yaranmışdı. Füzuli Xocavənd uğruna gedən döyüşlərdə iştirak etmişəm və hər iki rayonun uğrunda döyüşlərdə yara almışam, güllə yarası və qəlpə yarası almışam. Döyüş gedən ərəfələrində bir-birimizdən motivasiya alırdıq, ruh yüksəkliyi alırdıq ki, bizim arxamızda özümüz kimi güclü ordumuz var, güclü qardaşlarımız dayanıb, güclü komandanımız var. Biz bunlara güvənərək irəliyə baxırdıq, ancaq irəli fikirləşirdik. Döyüşçü yoldaşlarımızın heç birində qorxu hissi yox idi. Hamısı sual verir ki, bəs komandir, biz nə vaxt qabağa gedəcəyik, nə vaxt döyüşə girəcəyik? Müharibənin ikinci günündə qazanılan uğurlar gələcək zəfərin müjdəsi idi. Azərbaycan ordusunun zəfər marafonu isə daha 42 gün davam edəcəkdi. Niftullah Məmmədli, Rövşən İlyasov, Qəhrəman Məmmədov, Nuran Ələkbərli, ASTV Xəbər.